Salam əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 11-ci sinif dərsliyindən səhifə 50-də 1-ci bölməyə aid olan 20 dənə sual izahı ilə qarşınızdayıq. Əgər kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənərək abunə olmağı unutmayın. Davam edirəm 1 nömrəli sualımızla. Yükləri 7 və 13 -13 2 olan iki eyni keçirici kürəni bir-birinə toxundurub ayırdıqdan sonra onların hər birində nə qədər yük qalmış olar. İlk öncə burada bizə demək istəyir ki, eyni keçirici kürədir, yəni radiuslar eynidir. O zaman Q' bərabərdir. Q1 plus Q2 bölünsün 2 yazıram. Bu zaman buradan Q' bərabərdir. 7 minus 13 bölünsün 2-yə. Bu da bərabər olmuş olacaqdır. -6 bölünsün 2-dən -3 Q-yə. Deməli, toxundurulandan sonra hər bir kürənin yükü -3 Q-yə bərabər olmuş oldu. 12 nömrəli sualımızda xörək qaşığı 18 qram su tutur. Suyun molyar kütləsi M bərabərdir 18-dir. Biz A-dakı sudakı molekulların sayını istəyir. İlk öncə nü tapaq. Nü bərabərdir. Kiçik M bölünsün böyük M-ə. Bu da bərabərdir 18 böl 18-dən bərabər olmuş olacaqdır 1-ə. N də tapan zaman nü vururuq N-aya. N-anın da qiyməti 6,2 vurulsun 10 üstü 23 vurulsun 1. Artıq 1-də heç bir dəyişiklik olmadığına görə elə 6,2 vurulsun 10 üstü 23 qalmış olacaqdır. Bir su molekulundakı elektronların sayı. Su molekulu bilirik ki, H2O-dur. Burada 8-i elektron oksigen hesabına, ikisi isə proton hesabına olmuş olacaqdır. Ümumi say olaraq eləyəcəkdir 10. Bütün elektronların sayını tapın. Yəni, N-i istəyir bizdən. N bərabərdir. Yenə nü vurulsun Na ifadəsinə əsaslanaraq biz ümumi elektronların sayını təyin edə bilərik. Elə bilin ki, bir dənə 10-nu siləcəm. Bu da eləyəcəkdir necə? 6,2 vurulsun 10 üstü 24. Daha sonra bütün elektronların ümumi yükünü təyin edin. Ümumi yükü bərabərdir. N vurulsun 7. Bu da bərabərdir. 6,2 vurulsun 10 üstü 24 vurulsun 1,6 elementar yükün qiyməti vurulsun 10 üstü -19 kulona. Davam edirəm 3 nömrəli sualımızla. 1,3-də İki elektron arasındakı elektromaqnit itələmə qüvvəsi onlar arasındakı qravitasiya cazibə qüvvəsindən neçə dəfə böyükdür? O zaman deyirəm ki, F elektrik bölünsün F digəri. Bizdə nəyə söhbəti gedirdi? Elektromaqnit itələmə qüvvəsi onlar arasındakı qravitasiya cazibə qüvvəsindən neçə dəfə böyükdür? O zaman yazaq bura F qravitasiya. Bu da bərabər olmuş olacaqdır. Elektrik onsuz ki radiuslar eynidir gedir. Elektrik üçün yazıram K2 kvadratı. Bu qravitasiya üçün yazdığımızda isə yazıram J vurulsun M kvadratına. Bunu da hesablasaq təqribi olaraq qiymət alınacaqdır. 4,2 vurulsun 10 üstü 22-yə. Sonra gəlirəm 4 nömrəli sualımıza. Bizə kütlə verilib, yük verilib və sahənin intensivliyini müəyyən etməyimiz tələb olunur. İlk öncə Şaquli intensivlik xəttlərini qeyd eləsək, bilirik ki, sahənin intensivliyi müsbətdən mənfiyə doğrudur. Müsbət yüklü zərrəcikdən söhbət gedir. Yəqin ki, ümumiyyətlə, burada nə deyir? Toz dənəciyi Şaquli bir cins elektrik sayəsində sükunətdə asılı vəziyyətdə olarsa. Deməli, bu MJ-si aşağıdır. Bu müsbət yüklü zərrəcikdir ki, bunun Q-Y-si də yuxarıya olmuş olsun, yəni F-i. Onda biz buradan Q-Y-ni bərabər eləyə bilərik MJ-yə. Buradan bizdən Y soruşulur. Y-də bərabər olmuş olacaqdır. MJ bölünsün Y-nin yanında olan Q ifadəsinə. Bu da
bərabər olmuş olacaqdır 49 volt bölünsün metrə. Riyazi hesablamaları birbaşa yazıram. Yəni siz özünüz yenidən hesablaya bilərsiniz. Davam edirəm 1.5 sualımızla. Aralarındakı məsafə 20 sm olan iki nöqtəvi yüklər verilib. Xəttin ortasında yerləşən nöqtədə bu yüklərin yaratdığı elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? İlk öncə onu qeyd edək ki, bizə məsafəni veribdir 20 sm. Aradakı məsafə deyirsə, bu zaman hər bir yükə qədər olan məsafə bərabər olmuş olacaqdır 10 sm-ə 2 hissəyə bölsəm. Bu da bərabər olmuş olacaqdır 0,1-ə. Və müsbət yükdə hər ikisi, məsələn, bir dənə nöqtə qeyd edirəm. Məsələn, birinci də özündən kənara doğru çıxır, ikinci də özündən kənara doğru çıxır. Əgər biz birinci üçün sahənin intensivliyini təyin eləsək, yəni Y bərabərdir K Q bölünsün R-in kvadratına əsasən, Y1-in qiymətini hesablasaq, 3 vurulsun 10 üstü -7 vurulsun K-nın yerinə 9 vurulsun 10 üstü 9 bölünsün 0,1-in kvadratı. Bu da bizə vermiş olacaqdır 2700-ü. Y2-nin qiymətini təyin eləsəm, burada da 9 vurulsun 10 üstü 9 vurulsun Q2-ni yerinə yazırıq. 2 vur 10 üstü -7 bölünsün 0,1-in kvadratı. Bu deyəcəkdir 1800. Burada diqqət etsək, hər ikisi müsbət yükdür. İntensivlik xətləri özündən kənara doğru çıxdığına görə 2700-dən 1800 çıxacam. O da bizə qalmış olacaqdır 900 volt bölünsün metrə. Davam edirəm 1.6. Kvadratın mərkəzində hər bir nöqtəvi yükün yaratdığı elektrik sahəsinin intensivliyi Y-dir. Bu nöqtədə Y-şu intensivlik nəyə bərabərdir? Məsələn, başlayıram bu Q yükü ilə. Q yükünün intensivlik xətləri özünə doğru daxil olmuş olur. Bu, digər Q-də intensivlik xətləri özünə doğru daxil olmuş olur. Bu, müsbət yükün intensivlik xətləri özündən kənara doğru çıxır. Bu, mənfi yükdə yenə intensivlik xətləri özünə doğru daxil olmuş olacaqdır. Deməli, burada bu Q ilə Q-nin əmələ gətirdiyi əks istiqamətli olaraq çıxılır. Onda sağ küncdə olan mənfi Q istiqamətinə yuxarıya doğru yönəlmiş olacaqdır və hər bir nöqtənin yaratdığı intensivliyə Y deyilibsə, burada eyni istiqamətli olaraq toplanıb 2Y-yə bərabər olmuş olacaqdır. Davam edirəm 1.7. Burada da yenə hazır düsturdur. Y bərabərdir K vurulsun Q bölünsün R-in kvadratı. Buradan da hesablama nəticəsində 45 Newton bölünsün kulon ifadəsini almış olacaqsınız. Sonra 18, daha doğrusu 1.8. Məsafə verilib, intensivlik verilib, potensiallar fərqi soruşur. İlk öncə A-nı təyin edən zaman Y bərabərdir U bölünsün D ifadəsidir. Buradan U-nu tapanda Y-ni vurmalıyım deyə, yəni onun yerində F1 minus F2 yaza bilərik. Bu bərabər olmuş olacaqdır 50 volta. B-də isə görülən iş soruşulur. İşdə A bərabərdir Q, U ifadəsi olduğundan bu da bərabər olmuş olacaqdır. 50 vurulsun. 8 vur 10 üstü -6-ya. Bu da bərabər olmuş olacaqdır 400 mikrojoula. Sonra 19. Vakuumdan bir-birindən 0,1 metr məsafədə yerləşən yüklü müstəvi lövhələr arasındakı potensiallar fərqi 220 voltdur. Bu lövhələrin yaratdığı bir cins elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? Yenə Y bərabərdir U bölünsün D. Bu da bərabər olmuş olacaqdır 2200 Newton bölünsün kulona. Davam edirəm 10 nömrəli sualımızla. Nöqtəvi Q yükü paralel müstəvi lövhələrin yaratdığı bir cins elektrik sahəsini hərəkət etdirilir. Təyin edin. İlk öncə, məsələn, baxıram bir nöqtəsinə. Burada müsbət yükdür. Həmin mənim müsbət yüküm bu trayektoriya boyunca gedir. Bu müsbət yükə mütləq şəkildə nə etməlidir? Mənfiyə tərəf cəzb olunmalıdır. Məsələn, baxıram iki nöqtəsinə. İki nöqtəsində müsbət yükdür. Müsbət yükün hərəkət istiqaməti, sürəti belədir, amma təsir edən qüvvə də həmçinin eyni istiqamətdə olacaqdır. 3 nöqtəsinə baxsam, 3 nöqtəsində müsbətdir. Bu
aşağıya doğru hərəkət edir V sürəti ilə. Bu halda qüvvə də perpendikulyar olaraq yönəlmiş olacaqdır. İşte bilirik ki, kosinus alfa ilə müəyyən olunduğuna görə perpendikulyar olan hissədə mütləq şəkildə 0-a bərabərdir. O zaman deyirəm ki, 3 nöqtəsində A da 0-a bərabərdir. Həmçinin potensial enerjinin dəyişməsi də 0-a bərabər olmuş olacaqdır. Sonra trayektoriyanın 2 nöqtəsinə diqqət etsək, hər ikisi eynidir. Deməli, burada görülən iş müsbətdir. Görülən iş də əks şərinin potensial enerjinin dəyişməsinə bərabərdir. Bu halda potensial enerji 0-dan kiçik olmuş olacaqdır. Bir nöqtəsində də A 0-dan kiçik, potensial enerjinin dəyişməsi isə 0-dan böyük olmuş olacaqdır. Davam edirəm 11 nömrəli sualımızdan. Müstəvi kondensatordakı yükün miqdarını 6 dəfə artırıb, lövhələr arasındakı məsafəni 4 dəfə azaltdıqda bu kondensatorun elektrik tutumu necə dəyişmiş olar? S bərabərdir Q bölünsün U, bunların heç birindən asılı deyil. Epsilon 0 S bölünsün D. Burada S və D-dən həmçinin epsilondan asılı olmuş olacaqdır. Əgər burada məsafəni 4 dəfə azaldırlarsa, tutumun qiyməti də mütləq şəkildə 4 dəfə artmış olacaqdır. Davam edirəm 12 nömrəli sualımızdan. Müstəvi kondensatorun lövhələri arasındakı gərginliyin sabit qiymətində elektrik tutumu 3 dəfə artır. S. Kondensatorun enerjisini təyin edin. W bərabərdir SU kvadratı bölünsün 2. Niyə bundan istifadə edim? Çünki bizə deyir ki, gərginliyin sabit qiymətində. Bu zaman S-ni 3 dəfə artırıramsa, enerji də 3 dəfə artmış olacaqdır. B-də kondensatorun yükünün miqdarı Q bərabərdir SU-ya. Onun sabit qiymətinə S artırsa, mütləq şəkildə Q də 3 dəfə artmış olacaqdır. 13 nömrəli sualımızdan davam edirik. Şəkildə iki kondensatorun birləşmə sxemi təsvir edilmişdir. Təyin edin. Bu kondensatorların enerjiləri arasında hansı münasibət doğrudur? Paralel birləşmədir. U'lar sabit olduğuna görə SU kvadratı bölünsün 2 düsturundan istifadə edirəm. O halda W2 bölünsün W1. Bu da bərabərdir S2 bölünsün S1-ə. Bu da bizə vermiş olacaqdır 1 bölünsün 3-ü. B-də yüklərin miqdarı arasında hansı münasibət doğrudur? U sabitdirsə S2 ilə düz mütənasib asılıdır. Davam edirəm. Yüklər arasında olan münasibətlə Q2 bölünsün Q1, bu da bərabərdir S2 bölünsün S1-ə. Yəni, S bölünsün 3S, bu da bərabər olmuş olacaqdır 1 bölünsün 3-ə. Gərginliklər arasında hansı münasibət doğrudur? Paralel birləşmə olduğuna görə bütün nöqtələrdə gərginliklər bir-birlərinə bərabər olmuş olacaqdır. Davam edək 14 nömrəli sualımızdan. Şəkildə iki kondensatorun birləşmə sxemi təsvir edilmişdir. Təyin edin. Enerji üçün yazıram ki, W bərabərdir. Ardıcıl birləşmə olduğuna görə Q sabitdir. Q kvadratı bölünsün 2S-yə, WS ilə tərs asılıdır. W2 bölünsün W1, bu da bərabərdir S1 bölünsün S2-yə. Yəni 3S bölünsün S-dən bərabər olmuş olacaqdır 3-ə. Sonra bu kondensatorun yüklərinin miqdarı arasında, burada yüklər ardıcıl birləşmə olduqlarına görə bir-birlərinə bərabərdir. Gərginliklərə gəldikdə isə S ilə U, Q-nün sabit qiymətinə tərs asılığını götürə bilərik. O zaman deyə bilərik ki, U2 bölünsün U1, bu da bərabərdir S1 bölünsün S2-yə. Bu da bərabərdir 3S bölünsün S-dən bərabər olmuş olacaqdır 3-ə. Sonra 15 nömrəli sualımızdan davam edirik. Deyir ki, yüklü zərrəcik bir cins maqnit sahəsində düzxətli bərabər sürətlə hərəkət edə bilərmi? Bəli. Çünki yüklü zərrəcik sahənin induksiya xətləri boyunca bu xətlər paralel olaraq, yəni paralel trayektoriya boyunca hərəkət edirsə, ona Lorentz qüvvəsi təsir etmir. Və Lorentz qüvvəsi təsir etmirsə, bu cisim düzxətli bərabər sürətlə hərəkət edə bilər. 16. Şəkildə elektronun bir cins maqnit sahəsində hərəkət trayektoriyası təsvir edilmişdir. Maqnit sahəsinin induksiya vektorunun istiqamətini müəyyən edin. Biz sol əlimizdən istifadə edirik. 4 barmaq sürət istiqamətində baş barmağımız bizə göstərməlidir qüvvəni müsbət yükdür. Amma bu mənfidir, deməli tapdığımızın əksinə doğru çevirməliyik. Onda şəkil nə edəcəkdir? Əlimizin içini gördüyünə görə nöqtə formasında olmuş olacaqdır. Sonra 17. Bizə deyir, Lorentz qüvvəsini hesablayın. Lorentz qüvvəsini hesablayan zaman
Q, V, B. Hamısını bir-birinə vurmanız kifayətdir. Sonra radius deyir. Radius R bərabərdir. MV bölünsün QB ifadəsinə əsasən təyin edə bilərsiniz. Deməli, Lorentz qiymətində alınmış olacaqdır. 1,6 vurulsun 10 üstü -14. Radius da isə alınmış olacaqdır. 1,4 millimetr. Sonra 18 paralel 1 və 2 naqillərindəki cəryan şiddətləri eynidir. Cəryanlar eyni istiqamətlidir. Eyni istiqamətli isə mütləq şəkildə bir-birlərini cəzb etmiş olacaqlar. Burada deyir, birinci naqilin ikinci naqil yaxınlığındakı A nöqtəsinə yaratdığı cəryanın naqilləri təyin edən zaman B maqnit induksiyasını biz sağ əl qaydasından istifadə edirdik. Sağ əlimizi elə tuturuq ki, baş barmaq cəryan istiqamətində, 4 barmağımızın daxil olduğu hissə X, çıxdığı hissə isə nöqtə olmuş olacaqdır. Bu zaman birinci naqilin A nöqtəsinə yaratdığı maqnit sahəsinin induksiya vektoru şəkil müstəvisinə perpendikulyardır. B-yə baxdıqda isə, yəni 2 naqilində B nöqtəsinə yaratdığı maqnit sahəsinin induksiyası şəkil müstəvisindən şaquli yuxarı perpendikulyar yerləşmiş olacaqdır. Davam edirəm 19 nömrəli sualımızla. Verilənlərə əsasən cəryanın naqillə təsir edən amper qüvvəsinin modulunu hesablayın. Amper qüvvəsi bilirik ki, IBL sinus alfadır. Sinus 0 dərəcədə 0 qiymətini aldığına görə A variantında elə cavabımız 0-a bərabər olmuş olacaqdır. B variantında da F bərabərdir IBL sinus 30, bu da bərabərdir 2 vur 6 vurulsun 0,75 vurulsun 2-də 1. Bu da bərabər olmuş olacaqdır 4,5 Newton. Sonra sonuncu sualımız, 20 nömrəli sualımız. Şaquli yuxarı yönələn maqnit sahəsində üfüqi yerləşən metal rels üzrə keçici çubuq hərəkət edir. Çubuqda yaranan induksiya cəryanı istiqaməti biz sağ əl qaydasına əsasən təyin edirik. Deyirik, sağ əlimizi elə tuturuq ki, B maqnit induksiya vektoru ovucumuza daxil olsun. Bu halda 4 barmağımız bizə göstərir sürət istiqamətini, baş barmağımız bizə doğru yönəlmiş olacaqdır. Bu da bizə göstərir induksiya cəryanının istiqamətini. Sonra çubuğun relslə əmələ gətirdiyi qapalı konturun mərkəzində induksiya cəryanının yaratdığı maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə doğru yönəlmiş olacaqdır. C-də çubuğa təsir edən amper qüvvəsinin istiqaməti çubuğun hərəkət sürətinin əks istiqamətində olmuş olacaqdır. Artıq sizlərlə 20 dənə sualı bir yerdə izah etdik. Bundan sonra müxtəlif mühitlərdə sabit cəryanın mövzu izahları, həmçinin test izahlarını verəcəm. Elə isə videolardan xəbərdar olmaq istəyirsinizsə, mütləq şəkildə kanalımızı bəyənərək abunə olmağı unutmayın.